Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Müdafiə Nazirliyinin hərbi qulluqçusu olan Azad Məmmədovun Ensaylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi müddətdə mənimsəmə və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilir. Bundan başqa, cinayət işi üzrə davam etdirilən istintaq tədbirləri ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmiş mülki şəxs Cahangir Hüseynovun müxtəlif hərbi vəzifəli şəxslərlə əlbir olaraq mənimsəmə törətməsinə əsaslı şübhələr müəyyən edilir. Toplanmış sübutlar əsasında Cahangir Hüseynov və Azad Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, yəni külli miqdarda mənimsəmə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Cahangir Hüseynovun barəsində istintaq orqanının vəsadəti və ibtidai araşdırma prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Azad Məmmədovun barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri olan bütün tədbirlərin görülməsi, o cümlədən cinayət törətmiş digər şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.